Salam, bugün özbək plovu hazırlayıram. Bunun üçün 2 stakan sultan düyüsünü yaxşıca yuyub təmizləyib ılıq suda ısladıram. Daha sonra toyuğun sinə ətindən xırda-xırda kubik şəklində doğrayıram. Hardasa 300 qram toyuq filesindən istifadə etdim. Sonra ocağa tavamızı əlavə edib çərək yağı əlavə edirəm. Əridikdən sonra doğradığımız toyuq filesini də qaba əlavə edirəm. Əvvəl ağzını bağlayıram ki, toyuqlarımız yaxşı bişsin. Bişdikdən sonra isə yaxşıca qızardacam. Toyuqlarımız bişdikdən sonra sarı kök, qırmızı istiot, bir də duz əlavə edib yenidən qarışdırıram. Sonra isə qızarmağa qoyuram, yaxşıca qızarsın. Artıq toyuqlarımız qızarıb, keçirəm düyümüzün suyunu qoymağa. Düyünün suyu qaynadıqdan sonra duz əlavə edib, sonra ıslatdığımız düyünü də əlavə edirəm. Qarışdırıb qaynamağa qoyuram. Daha sonra düyümüzü süzürəm. Daha sonra mən bondelin meksikanskasını əlavə etdim. Üçü birində qarğıdalı, qarıq, bir də bibərdən ibarətdir. Süzgəcə əlavə etdim ki, suyunu çəksin. Daha sonra yenidən tavaya çərək yağı əlavə edirəm. Süzdüyümüz düyünü də əlavə edirəm. Tərəvəzlərimizi də əlavə edib qarışdırıram. Daha sonra dəmə qoyuram. Artıq aşımız dəm alıb, çox möhtəşəm, ətri, qoxusu, dadı super idi. Düyülərimiz dən qalmışdı. Uşaqlar da, evdəkilər də hamısı çox bəyəndi. Evdə bişirən hamıya nuş olsun.